Çin elektromobil bazarında rəqabət dayanmadan artır. Hansılar ki, daha az qiymətə daha çox təklif etməyə çalışırlar. Bu rəqabətə Toyota'nın yeni elektrikli crossoveri BZ3X də qoşulub. Hansı ki, BYD Group və Toyota'nın birgə müəssisəsində hazırlanır. Onun qiyməti bu modeli segmentdə ən əl satan təkliflərdən birinə çevirir. Toyota bildirdi ki, BZ3X elektro crossoveri satışa çıxandan sonra cəmi 1 saat ərzində 10.000 sifariş alıb. Bu da serverin sıradan çıxmasına səbəb olur. Ölçülərinə görə isə o, kompakt crossoverlər sinifinə aiddir. Uzunluğu 4.60, eni 1.90, hündürlüyü 1.65 və oxlar arası məsafə isə 2,76 metrdir. Avtomobilin boş kütləsi isə versiyadan asılı olaraq 1835 kiloqrama qədər dəyişir. Avtomobilin ön hissəsi qapalı radiator barmaqlığı ilə təchiz olunub. Avtomobilin özünə məxsus dizaynı var. Xarici görünüşü şirkətin təmiz elektrik estetikasına uyğundur və ayrı-ayrı faralar, gizli qapı dəstəkləri, 1,14 kvadrat metr sahəyə malik panorama lyuk, kamera ilə arxa görüntü güzgüləri və genişlənmiş təkər göğüsləri ilə seçilir. 112 ədəd LED-dən ibarət olan nazik gündüz işıqları 8 işıq ssenarisini dəstəkləyir. Kontrast dizaynı isə qaradam, güzgülər və disklər vurğulayır. İfadəli və kəskin yan xətt avtomobilin siluetini daha dolğun göstərir. Arxa hissədə isə bütün eni boyunca uzanan LED arxa işıq zolağı istifadə olunur. Alıcılara 7 rəng seçimi təklif olunur. 2 ağ çalar, həmçinin boz, gümüşü, qara, çəhrayı və qızılı. Təkərlər üçün 18 və ya 19 düymlük disklər mövcuddur. Bu avtomobilin əsas xüsusiyyətlərindən biri qabaqcıl sürücüyə yardım sistemləridir. Sistem yol şəraitini dəqiq təhlil etmək üçün 27 sensor istifadə edir. 11 ədəd yüksək keyfiyyətli kamera, 12 ultrasəs radarı, 3 ədəd millimetrlə dalğa radarları və lidar. Sistemin əsas üstünlüyü xəritələrdən asılı olmamasıdır. Bu da onu istənilən yerdə işləməyə imkan verir. O, 25 ağıllı funksiyanı dəstəkləyir. Toqquşma xəbərdarlığı, kör zonaların izlənməsi, uzaqdan parklanma, fövqəladə dayanma sistemi, işıqbor rejimində yardım, zolaq dəyişmə və çıxış assistenti. Bundan əlavə, geniş sensor dəsti sayəsində avtomobil smartfon vasitəsilə idarə olunan avtomatik parklanma funksiyasına da malikdir. Crossoverin ən aşağı komplektasiyası 430 Air-dir. Bateriya tutumu 50 kWh-dır. Bir doldurma ilə 430 km qət edə bilir. Güc qurğusuna gəlincə, elektromobilin ön oxunda yerləşən mühərrik var. Gücü 204 at gücüdür. Fırlanma anı isə 200 Nm-dir. Bu, ən üst komplektasiya istisna bütün komplektasiyalara aiddir. Crossover 520 Pro versiyasında da mövcuddur. Mühərrik eynidir, lakin bateriya tutumu 58,3 kWh-dır və bu, 520 km-ə qədər yürüş ehtiyatı təmin edir. Seriyanın zirvəsində isə 610 Max versiyası durur. 68 kWh-lıq bateriya və 224 at güclü ön mühərrik 210 Nm fırlanma anına sahibdir. Bu model bir doldurma ilə 610 km qət edə bilər. Maksimal sürət bütün versiyalar üçün 160 km/saat ilə məhdudlaşdırılır. Ən sadə komplektasiya 0-dan 100-ə 7,4 saniyəyə çatır. Üstəlik, bütün bateriyalar sürətli doldurma stansiyalarında 150 kW gücə qədər dəstəkləyir. Bu da bateriyanı 30%-dən 80%-ə qədər cəmi 24 dəqiqəyə doldurmağa imkan verir. Avtomobilin salonu yüksək dərəcədə təchiz olunur. Standart komplektasiyaya 14,6 düymlük info əyləncə ekranı və 8,8 düymlük rəqəmsal cihaz paneli daxildir. Salonda fiziki düymələrin sayı xeyli azaldılır. Bu o deməkdir ki, bir çox funksiyalar səsli idarə etməklə olacaq, suni intellekt vasitəsilə. İçəridə 2 tonlu qara və narıncı dizayn mövcuddur. Ön oturacaqlar elektrikli tənzimlənməyə malikdir. Sürücü üçün 6 istiqamətdə, sərnişin üçün 4 istiqamətdədir. Ön oturacaqlarda həm qızdırma, həm də ventilyasiya funksiyaları var. Bütün komplektasiyalarda oturacaqlar suni dəridəndir. Üstəlik, ön oturacaqlar qatlandıqda istirahət üçün düz səth əmələ gətirir. Arxa oturacaqlar 20 dərəcə bucağa qədər əyilmə tənzimlənməsinə malikdir və 40-60 nisbətində qatlanır. 427 litr bagaj tutumludur,
Arxa oturacaqlar qatlandıqda isə 1000 litr yer əldə olunur. Avtomobildə 11 dinamik var. Ən aşağı versiyada isə 9 dinamik mövcuddur. Salon atmosferik işıqlandırma, 50 watt gücündə simsiz telefon enerji doldurma, xarici güzgülərin və sürücü oturacağının yaddaş funksiyası ilə təchiz olunur. Avtomobilin 7 komplektasiyası var. Avtomobilə yüksək tələbatın əsas səbəblərindən biri onun cəlbedici qiymətləridir. Qiymətlər 15.000 dollardan 22.000 dollara, ən üst komplektasiya isə 22.000 dollardan başlayır. Avtomobil əlçatan qiyməti, sürücüyə yardım sistemləri ilə texnologiyalara və qənaətə üstünlük verən alıcıları cəlb edir. Əgər siz də bu avtomobilə sahib olmaq istəyirsinizsə, Çınar Auto MMC ilə əlaqə saxlayın. İzlədiyiniz üçün təşəkkürlər.